Pasient bizə müraciət eləmişdi. Başında, gicgah bölgəsində, başın arxasından və üzə doğru göz, burun ətrafında davamlı olan küt ağrılar. İkinci qrup Qarabağ əlimizdir və kəllə beyin travmasıdır və o vaxtdan bura 20 ildir desəm, 20 ildir bu şikayətlər keçmir. Nədən? Çünki səbəbi tam fərqli bir sindirin qıcıqlanmasındandır. Hansı ki, bugün xəstəmiz ondan çox fayda gördü. 20 illik bir ağrını kiçik bir prosedurla aradan qaldıra bildik. Şükürlər olsun, bunu təkrarlayacaq. Üzdə alın nahiyəsində olan kəllə beyin travmasından sonra burun kökünün arxasında olan sfenopalatin ganglion, yəni simpatik sinirlərin qıcıqlanma sindromu, yəni post-travmatik qıcıqlanması deyirlər buna. Hansı ki, bu sinirin ağrısı tamam başqa, bu neyropatik ağrıdır. Sinirlərin qıcıqlanma ağrısıdır. Bunun da testini biz elədik. Testi şükürlər olsun çox rahat işimizə yaradı. Burun arxasında sfenopalatin ganglionunun keçdiyi bölgəni blokadasını elədik, periferi blokadasını. Deyin görün, bax indiyə qədər bu 20 ildə bu qədər rahatlama olmuşdu mu heç? Yox. Şükür, maşallah. Mən çox əziyyətlər çəkirəm. Çox, həddən artıq çox əziyyətlər çəkirəm. Amma indi belə bir ki, bax bu hissəmin ağrısı açıldı elə, belə başın açıldı. Bəli. Mən elə bilirəm ki, saçım yerindədir. Ayş. Ana davamlı bayaqlar deyirsiz, saçını yolurdun pastayanla. Bəli, mən qaşımaqdan başımı yarıram. Bunu təkrarlayacaq 1-2 seans inşallah. Hər təkrarlamadan daha da yaxşı nəticə alırıq Allah qoysa. Keçmiş olsun, sağ ol.